Tarixdəki ən böyük imperatorluqlar Roma İmparatorluğu, arasından Britaniya və Osmanlı İmparatorluqları olaraq göstərilməkdədir. Ərazi böyüklüyünə görə baxıldığında Moğol İmparatorluğu ən böyük imparatorluq kimi ifadə edilsə belə, mərkəzləşmiş bir dövlət yarada bilmədiyinə və qısa müddətdə, yəni 70 il müddətində bu dövlət Çingiz xanın oğulları arasında bölüşdürüldüyünə görə ən böyük dövlət titulunu sadəcə olaraq ərazi bütövlüyünə görə saxlaya bilmişdir. Britaniya İmparatorluğu isə günəş batmayan imparatorluq olaraq da adlanmaqdadır. Dünyanın hər bir tərəfinə kolonizasiya halında yayılmış və okean ötəsi imparatorluq olaraq da adlanmaqdadır. Sistemləşmiş bir mərkəzi dövləti və uzun illər eyni coğrafiyada hökm sürməsi baxımından isə Osmanlı İmparatorluğu öne çıxmaqdadır. Çünki həqiqətən 700 il kimi uzun bir müddət eyni coğrafiyada hakimiyyətlərini sürdürmüş. Hazırda Osmanlı İmparatorluğunun olduğu ərazidə 63 dövlət yerləşməkdədir. Bu isə nə qədər kozmopolitan bir coğrafiyada yerləşən imparatorluq olduğunu göstərməkdədir. Müasir dövlət gücünə nisbətdə baxıldıqda isə Amerikanın nə qədər güclü olduğunu və digər dövlətlərlə müqayisədə silah sənayesinin nə qədər güclü olduğuna baxıldığında həqiqətində idarə baxımından Amerikanın müasir dövlətlər arasında yerini və fərqlərini görmək mümkündür.